Selamünaleyküm əziz abituriyentlər. Baxırıq demək 2025-ci il test toplusu, ədədi arıcılıqlar, silsilə 1-ci mövzu. Səhifə 113, 1-dən 44-ə. Bismillah. 1-dən 44-ə. Demək, birinci sual. Ayın bərabərdir 4-in üstə gəlsin 7-in. Düstur ilə vermiş arıcının ikinci ədini tapın. Deməli, ikinci ət A2-dir. O da 4 vursun 2, üstə gəlsin 7. O da 8 üstə gəlsin 7. Cavab elədi 15. İkinci sual. X-in bərabər deyin. 3 bölünsün mənfi 1 üstə n. Bu arıcının 9-cu ədini tapın. Yəni 9x9. O da 3 bölünsün mənfi 1 üstə 9. O da 3 bölünsün mənfi 1. Cavab elədi mənfi 3. Dördüncü tapşırıq. Digər yəni üçüncü tapşırıqda yeni yazaq. X-in bərabərdir. Mənfi 1 üstü n. Bölünsün arıcılığın 5-ci ədini tapın. Yəni x5. O da bərabərdir mənfi 1 üstü 5. Bölünsün 5. O da mənfi 1 bölünsün 5. Cavab elədi mənfi 5 dövr. Dördüncü sual. Ayın bərabərdir. Mənfi 1 üstü n. Yəni mənfi 1 vuraq 1 üstü n. Üstə gəlsin 5 vurulsun. Mənfi 1-in üstü n. Arıcının 4-cü ədini tapın. A4 bərabərdir. Bu mənfi 1 vuraq. Demək 1 üstü demək 4 olacaq. Üstə gəlsin 5 vursun. Mənfi 1 üstü 4. O da bərim mənfi 1. Üstə gəlsin 5. Cavab elədiyin 4. 5-ci sual. Ayın bərabərdir. N kvadrat üstə gəlsin kök altı n. Bu düstur ilə vermiş arıcının 9-cu həddini tapın. Demək, A9 bərabərdir. 9-un kvadratı. Üstə gəlsin kök altı 9. Bu da 81 üstə gəlsin 3. Cavab elədi 84. Sonra 5-ci sual. 5 yox, 6. 5 yazıq. 6-cı sual. Ayın bərabərdir. 2 çıxılsın n. Bölünsün 2n. İlk 3 həddin cəmi tapın. Yəni A1 üstə gəlsin A2 üstə gəlsin A3. Bəli, 1-i yerinə yazsaq, deməli 2 çıxsın 1 bölünsün 2. Üstə gəlsin 2-ni yerinə yazsaq 2 çıxılsın 2 bölünsün 2 vur 2. 3-ü yerinə yazsaq 2 çıxılsın 3 bölünsün 2 vur 3. Ortadakı 0-dır. Birinci oldu deməli 2-də 1. Axırın solda çıxılsın nədir? 6-da 1. O da bərabər orta mərc 6. Bu da 3 çıxılsın 1, yəni 6-da 2 cavab elədi 3-dən 1. 7-ci tapşırıq. Deməli, ayın bərabər 1 çıxılsın n, bölünsün 2n. 3 həddini tapın. Yəni A1 üstə gəlsin A2 üstə gəlsin A3. 3 həddini cəmi tapın. 1-i yerinə yazanda 1 çıxılsın 1 bölünsün 2. 2-ni yerinə yazanda 1 çıxılsın 2 bölünsün 4. 3-ü yerinə yazanda 1 çıxılsın 3 bölünsün 6. Bəli, birincisi 0-da. Bu da bərabər mənfi 4-də 1 üstə gəlsin. Demək çıxılsın oldu. 1-dən 3 çıxdı. Elədi mənfi 2 çıxılsın 3-də 1. Bu da bərabər mənfi 12-də 7. Cavab mənfi 12-də 7. Sonra deməli 8-ci tapşıra baxan 8. A1 bərabər 5-ə. Ayın plus 1 bərabərdir. 2 vurulsun ayın. Üstə gəlsin 3. İlk 3 həddin cəmi tapın. Burada birinci var. İkinci tapmaq istəyirsinizsə eyni yerinə 1 yazın. Eləsin A2. A2 bərabər 2 vurulsun A1. Üstə gəlsin 3. O da bərabər 2 vurulsun deməli A1 5-dir. Üstünə 3 gərsiniz. Belə də 13. Sonra ikincidə n-in yerinə demək 2 yazandıysa. Məsələn, bax burada şahiddir. Bax burada 2 yerinə yazırsınız. Bərabər 2 vurulsun deməli A2 üstə gəlsin 3. Bəli, A2-ni gördünüz ki 13 tapdıq. Yerinə yazırsınız 2 vurulsun 13. Bir də üstə gəlsin 3. O da 26 üstə gələ 3, 29. Demək A1 oldu 5. Bizdən yəni 3 həddin cəmi soruşur. Yəni A1 üstə gəlsin A2 üstə gəlsin A3. Bəli, A1-in yerinə 5 yazırıq. A2-nin yerinə deməli 13 yazırıq. A3-ün yerinə də 29 yazırıq. 5-dən 13-ün cəmi 18-dir.
18 üstə gəlsin 29, o da 47. Bəli, 8 sualın cavabı elədir 47. Sonra deməli 9-cu tapşırıqda da 9 tapşırıq A1 bərabər 3-ə yenə rekurrent düstur verilir. A-n plus 1, yəni arcın hər hansı bir həddi özünə əvvəlki hədlərdən asılı olarsa, buna deyilir rekurrent arcılıq. Bəli, bunu ilk üç həddini cəm tap. Yenə A1 var. Eni yenə 1 yazanda 3 vursun A1 çıxsın 5. Görürsə A2 A1-dən asılı oldu. Yəni 3 vursun 3. Bir də çıxsın 5, 9 çıx 5 ilə 4. Eni yerinə 2 yazanda isə alacağım A3. O da bərabər 3 vurulsun deməli A2 çıxsın 5. 3'ü A2'ye vuranda yəni 12. 12'den 5'i çıxanda 7. Bəli, bizim sorular A1 üstə gəlsin A2 üstə gəlsin A3 nəyə bərabərdir? A1 3'dür. A2 deməli 4'dür. A3 də 7'dir. Cavab nədir? 14. 10 sual deməli n həddin cəmi yəni S-in bərabər 2 üstü n minus 1 üstə gəlsin 1 vermişdi. Arcın 5-ci həddini tapalım. A5 bərabər S5 çıxılsın S4. Buradan 5'i yerine yazanda S5 yəni 2 üstü 5 çıx 1 üstə gəlsin 1'dən çıxsın 4'i yerine yazaram 2 üstü 4 çıx 1 üstə gəlsin 1'i. Və birlər getdi. Qaldı 2 üstü 4 çıxsın 2 üstü 3. Yəni 16 çıxsın 8 cavab nədir 8. Oxşarlarını birini yazaq kifayətdir. Məsələn, yəni 11'də də aydın ki A4 soruşur. Siz də S4'dən çıxarsınız S üçün. 12-ci sual deməli ayın bərabərdir. 3n çıxılsın 16 bölünsün n. Arcının neçə həddi tamdır? Bu sürəti məxrəcə bölsə, yəni 3n bölünsün n çıxılsın 16 bölünsün n. Bu da oldu 3 çıxılsın 16 bölünsün n. Arcının neçə həddi tam edir? Yəni 16'ın bölənlərine baxmaq lazımdır. 16 nəyə bölünür? Burada indeks naturaldır. 16 bölünür 1'ə, 16 2'yə, 16 bölünür 4'ə, bir də nədir? 8'ə və 16'ya. Burada nədir? 5 dənə hədd var. Sonra 14-cü tapşırıqda ayın bərabərdir n'in kvadratı çıxılsın 8'in üstə gəlsin 80. Bu arcın 100'ə bərabər həddin nömrəsini tapın. Bərabər 100 edərsiniz. Bu tənliyi həll edirsiniz. Çıx deməli 20, bəli, bərabər 0-a. Bu da V7 bölümünə görə tənliyi mənfidir. Yəni onu mənfiyə vuranda görürsünüz ki, mənfi 21 toplayanda 8. N müsbət olduğuna görə cavab nədir? 10 götürmək lazımdır. Sonra 15'də yazaq. Yəni ayın bərabərdir n'in kvadratı çıxılsın 11'in. Üstə girir 110. Bu bərabər 122'yə. Arasınız n kvadrat çıxılsın 11'in. Çıxılsın deməli şey nədir? 12 bərabər 0-a. Bu da 12 ilə mənfi 1-dir 7'ə görə. N müsbət deyə cavab 12 götürəcəyik mən. Sonra 16-cı sual. Demək, ayın bərabərdir. N kvadrat üstə gəlsə n. Arcının 20'yə bərabər həddin nömrəsini tapın. 20'yə bərabər olan həddin nömrəsi. Bu bərabər 20 olmalıdır. Burada da demək tənliyi həll edirsiniz. N kvadrat üstə gəlsin. Bu da mənfi 5 və 4'dür. Ona görə cavab nədir? 4 götürəsiniz. Çünki müsbət olmalıdır. 17-ci sualda ayın bərabərdir. 7 bölünsün 83 çıxılsın 5'in. Arcın ilk mənfi həddini tapın. Burada n'in yerinə məsələn n'in yerinə 16 yazanda məxrəcə 83 çıxılsın 80 edir. Oldu müsbət. Ancaq 17 yazanda n'in yerinə 17 yazanda bax n bərabər 17. İlk mənfi başlayır A17. A17. Yəni 17'ni tapmaq üçün bir ədədi 83 çıxsın 5'in mənfi olmalıdır. Oradan n də böyütün. 83 bölünsün 5. 83'ü də 5'ə bölürsünüz. O da bərabərdir. Məsələn 16 tam nə qədər? 16'dan 5'də 3. 16'dan 5'də 3'dən böyük ədəd 17'dir. A17 bərabər deməli 7 bölünsün 83 çıxılsın 5 vur 17. Yəni 85. O da 7 bölünsün mənfi 2. Cavab edin mənfi 3,5.
Sonra 18 sola baxaq. 18 ayın bərabər deyin. 19 da gəlsin 5,8 çıxılsın enin kvadratı. Bu ardıcılığın ən kiçik həddini tapın. Yəni deməli minimum hansıdır? Ən kiçik həddi hansıdır? Burada enin yerinə natural yazmaq lazımdır. Enin yerinə 5 yazanda mötərizənin içi olacaq 0,8'in kvadratı. Ancaq 6 yazanda baxın, enin yerinə 6 yazanda daha az edir. A6 bərabərdir 19 da gəlsin. 5,8 çıxılsın 6'nın kvadratı. Yəni bu mötərizənin kvadratı ən kiçik olmaq üçün enin yerinə 6 yazmaq lazım. Bu da 19 da gəlsin. Mənfi 0,2'nin kvadratı 0 %4. Cavab elədir 19'dan %4. 19-cu misalda da çıxanda kiçilir deyə ən böyük soruşaq. Yəni burada maksimum soruşaq. Burada ayın deməli bərabərdir 13. Çıxılsın 8,4 çıxılsın enin kvadratı. Deməli 13'dən deməli çox çıxmaq lazım ki, yox az çıxmaq lazım ki, çox qalsın. Ona görə enin yerinə biz yazmalıyıq nədir? 8. Bərabərdir 13 çıxılsın 8,4 çıxılsın 8'in kvadratı. O da bərabər olacaqdır. Deməli 13'dən çıxırsınız. 8,4'dən 8 çıxanda 0,4 edir. O da 0,116. Bu da 12'dan %84 olacaq. Sonra 20. sual. Sn bərabərdir. 6 bıraq n kvadrat üstə gəlsin 4. Arcın n həddini tapın. N'inci həddi ayın. Sn dediyimiz yeri özüdür. Yəni 6n kvadrat üstə gəlsin 4. Çıxılsın Sn minus 1, yəni 6 vurulsun n çıx 1'in kvadratı. Bir də üzərinə gəlsin də 4. Bunlar açanda bəli 4'lər gedir. Qaldı 6n kvadratı. Çıxılsın 6 vurulsun n çıx 1'in nədir? Kvadratı. Bu da 6 mötərizə harici çıxarda. Yəni demək n kvadratdan çıxırsınız n minus 1'in kvadratına. Bəli, sadə olsun deyə belə yazın. Çıxanda 1 qalır. Yəni n çıx n minus 1 oldu 1. Toplayanda da 2 minus 1. Bax bu şəkildə. Bunu da vurub açsan 12n çıxılsın 6. 21. sual. 21. sual. Arcın 2n həddinin cəmi Sn bərabər 3 n minus 1'dir. Bu arcının 162'ye bərabər olan həddin nömrəsi tapılır. Burada məsələn mən birinci ayın tapıyorum. Ayın yoxdur. Ayın bərabər Sn çıxılsın Sn minus 1'ə. Sn 3 n minus 1'dir. Çıxıram 3 n minus 1 çıx 1'ə. 1'lər getdi qaldı 3 n çıxılsın 3 n minus 1. Bax bu oldu ayın. Deyir, bax, bu neçənci həddir bərabər 162'yə. Bu tənliyi həll edirsiniz. Buradan 3 n minus 1 qaba açar da. Qaldı 3 minus 1 bərabər 162'yə. Buradan 3 n minus 1 bərabər 162'nin böldü 2'yə 81. Burada 3 4. Buradan n çıx 1 bərabər 4'ə. N də bərabərdir 5'ə. İkinci suala baxın. Deməli 1, sonra 3, 7, 15, 31 və s. Arcın ümumi həddini tapın. Baxsaq, məsələn, burada ümumi həddi, məsələn, 1, burada elib ki, 2'ni, deməli, 2 n, məsələn, 1 yazanda, ümumi həddi, məsələn, ayın bərabərdir 2 n minus 1. 2 n minus 1 olacaqdır. Çünki bunun da başqa bir yol yoxdur. Burada ancaq cavablarını işləyə bilərsən. Ya da fikirləşirsən ki, məsələn, nə olmalıdır ki, birinci 1'dir, sonra 3'dür. Məsələn, burada deyim ki, ədədi silsilədir, 2 artır, xeyr. Həndə silsilədir, 3 dəfə artır, xeyr. Yəni, arıcılıqda sadəcə bir məntiq kimi baxırsınız. Ya fikirləş tapmalısan, ya da ki, cavablarla baxırsan ki, sual qoymaq asandır. Yəni, cavab tapmaq üçün cavablarını işləyirsiniz. Görürsən, həqiqətən 1 yazanda A1 bərabərdir. 2 üstü 1 çıx 1 deyir. Yəni 1. 2 yazanda bu da 2'nin kvadratı çıx 1. O da 3 deyir. Yəni bu şəkildə yəni cavab nədir? 2 üstü minus 1'dir. Sonra 23-cü sualda isə yenə 0, 1, 3, 7 və s.
Yəni cavablar bəndi. Yəni ayın bərabərdir 2 üstü n minus 1. Bir də çıxılsın 1'dir. Yəni həqiqətən yerinə məsələn 0 yerinə yazanda 1 çaşdım. Birinci 1 yerinə yazanda A1 bərabərdir 2 üstü 0 çıx 1 ilədə 0. Sonra A2 2 yerinə yazanda 2 üstü 1 çıx 1 bərabər 1. 3 A3 bərabərdir 2 kvadratı çıx 1 bərabər 3. Yəni bu şəkil nədir? Alırsınız. Hədəsiz həndəsiz olanda təbii yolu var. Məsələn A1'i, D-ni, B1'i, Q-nu tapırsınız, ümumi hədd tapırsınız. Arıcaqdırsa xeyr. Deməli, baxaq, 24-cü suala baxaq, 24. İlk n həddin hasili H-in bərabər, deməli, n faktorial bölünsün nədir? 3. İlk n həddin hasil deyən. Burada arıcın 4-cü həddini tapın. Məsələn, belə dedik, x4 nəyə bərabər? Bu bərabərdir. Cəmi olsaydı, deyərim ki, H4-dən çıxa H2. 2, x3, x4. Bax, bu elif x1, x2, x4, H4 deməkdir. x1, x2, x3, H3 deməkdir. Yəni, burada yazıram H4 bölünsün H3. O da bərabər H4 4 faktorial bölünsün 3'dür. H3'də 3 faktorial bölünsün 3'dür. İxtisar getdi, cavab ilə 4 faktorial bölünsün 3 faktorial. Yəni, cavab 4. 25-ci sual. AK bərabərdir. 1 üstə gəlsin K, üstə gəlsin K'nın kvadratı. Bölünsün K, vurulsun K plus 1. Arıcın ilk n həddinin cəmi tapın. Bu bərabər 1 üstə gəlsin K, vurulsun 1 üstə gəlsin K, bölünsün K, vurulsun K plus 1. Yuxarını aşağı bölündə qaldı 1 bölünsün K, vur K plus 1. Bir üstə gəlsin 1. Yəni ayın akka nəyə bərabər oldu? Akka oldu 1 bölünsün K, çıxılsın 1 bölünsün K plus 1, üstə gəlsin 1. Oldu akka. Ümumi həddi yəni. Burada n həddin cəmi isə şübhəsiz ki A1'in, A2'nin, A3'ün və s. AE'nin cəmidir yəni. Bunları tapırsınız. Şübhəsiz ki nədir? Bunlardır. A1 yerinə yazsaq, məsələn, həmən bu ulduzda yerinə yazsaq, 1 çıxılsın 2'də 1 üstə gəlsin 1. 2'ni yerinə yazanda 2'də 1 çıxılsın 3'də 1 üstə gəlsin 1. 3'ü yerinə yazanda 3'də 1 çıxılsın 4'də 1 üstə gəlsin 1. Nəhayət axırıncı 1 bölünsün n çıxılsın 1 bölü n plus 1 üstə gəlsin 1. Bəli, bunları tərəf-tərəf toplasaq, alırsınız ki SN, yəni SN nəyə bərabərdir? Həmin A1'in, A2'nin və s. Bu n həddi nədir? Cəmlə. Bu bərabərdir. Baxın, buradan toplayanda mənfi 2'də 1, müsbət 2'də 1, mənfi 2'də 1, müsbət 2'də 1. Bu şəkildə gedir. Bəli, deməli, burada hamısı gedir. Deməli, burada deməli, bunlar da gedəcəkdir. Demək, qaldı mən sağ tərəfdə fikir versin. Sağ tərəfdə 1, 1, 1, 1. Sol tərəfdə bir dənə 1 var. Ona görə n plus 1 dənə 1 oldu. N plus 1. Bir də qaldı lap axırda 1 bölünsün n plus 1. O da bərabər olacaqdır. Orta mərkəzi gətirəndə n plus 1'də n plus 1'in kvadratı çıx 1. Bunu da açanda n kvadrat üstə gəlsin 2n bölünsün n plus 1. Yəni bu şəkildə qalacaqdır. Sonra 26-cı suala baxırıq. 26 ümumi həddi ayın bərabərdir. N kvadrat üstə gəlsin 6n plus 8. Bu arıcılığın ən kiçik həddini tapın. Ən kiçik həddi, yəni minimum 1 deyən, n yeni 1 qoyanda ən az olur. 1 üstə gəlsin 6 üstə gəlir 8. Bu misal üçün, yəni n yerinə 1 qoyanda az olur. Sonra 27-ci saat SN çıxılsın SN minus 1. Bilirsiniz ki, ayın deməkdir. Bəli, bu da bərabərdir 3 vurulsun. Bu da bərabər 3 vurulsun. Deməli 2 üstü n'in kvadratı çıxılsın 10n üstə gəlsin 7'dir. 27'dir. Bunu 192'nin kiçik olan hədlərin sayını tapın. Demək bu kiçik olmalıdır. 192. Ayın kiçidir 192. Bəli 3 ixtisar isə çıxılsın 10n. Üzərinə gəlsin 27. Kiçidir 192'ni 3'ə böləndə elədir 64. Yəni 206. Buradan da n kvadrat çıxılsın 10n.
üstə gəlsin 27 kiçikdir 6-dan. Çünki bu artır deyə işarə dəyişmir. En üstə gəlsin 21 kiçik 0-dan. Bu köyləri 3-dən 7-dir. Kiçik olan da köylərin arası olur. Bax belə. Cavab 3-dən 7-nin arası. Soruşun nədir? Hədlərin sayını tap. Demək ödəyən 4-dür, 5-dir və 6-dır. 3 dənə həddi ödəyir. Sonra 28-ci misal. S-in bərabərdir. Demək 3n kvadratı üstə gəlsin 5-in. Arıcının 62 bərabərin həddi nömrəsi tapaq. Ayın bərabər 62-ni həll etmək lazımdır. İndi ayın tapaq. Ayın bərabərdə S-indən çıxacaq S-in minus 1-i. S-in özü də, yəni baxın 3n kvadrat üstə yeri 5-indir. Qaldı ki S-in minus 1, yəni 3 vurulsun, yəni n çıx 1 qoy yerinə, bax belə. Üstə gəlib 5 vurulsun, n çıx 1-in. Bunu sadələşdirir. Bu bərabər. Deməli 3n kvadratı üstə gəlsin 5-in. İkinci məsələdən sadələşdirək. Açalım bunu. 3n-in kvadratı. Vurub açanda deməli mənfi 2n, mənfi 6n, mənfi 2, mənfi 6n, 5-in mənfi n verir. Sonra 3 çıx 5, bu da 2 verir. Aha. Bunları da sadələşdirəndə deməli 6n plus 2 verir. Bəli, bu da deyir 62 bərabər olmalıdır. Onda 6n də bərabərdir 60 olacaq. N də bərabərdir 10. Cavab 10. Sonra 29 sualda ayın bərabərdir. 3 vurulsun n üstə gəlsin 1, bölünsün 2 vurulsun n üstə gəlir 5. Bu bərabər olsun deməli 16 bölünsün 15-ə. Buradan aydın ki n-in yerinə elə 5 qoyanda nədir? 16 bölünsün 15. Ya da tənasübdən tapırsın. 31. Aydın ki ayın bərabərdir S-in çıxılsın S-in minus 1-ə. O da şərtdən aydın ki 3n kvadratı üzərinə gəlsin 7-dir. Bu arıcının 7-ci cəhətini tapın. Demək A7 bərabər 3 vurulsun 7-nin kvadratı üstə gəlsin 7. Bu da 3 vurulsun 49 üstə gəlsin 7. Cavab edir 154. Sonra 33-cü sualda 33. Demək ayın bərabərdir ayın. N'in kvadratı üstə gəlsin 5n çıxılsın 7. Ayın çıxsın ayın minus 1 22 olmalıdır. Ayın çıxsın ayın çıx 1 bərabər nədir? 22. Yəni ayın yerinə yazaraq 5n çıx 7-nin çıxa. Ayın minus 1-in yerinə yazıram n çıx 1-in kvadratı üstə gəl 5 vurulsun n çıx 1 çıx 7-nə. Bunların deməli cəmi nədir? 22. Bəli, fərqi. Demək buradan n kvadrat üstə gələk 5n çıx 7-ni gəlin saxlayaq. İkinci müddətini sadələşdirək. N kvadrat mənfi 2n 5n 3n. Sonra 1 ilə mənfi 5 topladım mənfi 4, o da mənfi 11. Müddətini sadələşdirək. N kvadrat getdi qaldı 2n. Mənfi 7 üstə gəlir 11, onun içində 4, 2 plus 4 bərabər 22, 22-dən 4 çıxdıq elədi 18. Bu da n də bərabər nə deyim? 9-a. Deməli bu oldu 33-cü sual. Sonra 34, 90 35. Deməli ayın bərabər imiş. 2 vurulsun n üstə gəlir 13. Bu arıcılığın nədir? Arıcının tam ədədlər olan hədlərin cəmi tapın. Tam ədədlər. Görə neçəsi tam? Bu da n plus 2, bunu 2-nin çıxardıram ötəsi xaricə məxrəci yazıram bu şəkildə. Vurub açanda 2n plus 4. 4, 4, 4-ün üstə 9 gəlməli 2 eləsin. 13. Bu da olacaq 2 üstə gəlsin 9 bölünsün n plus 2. N'in yeri nə yazın tam? N'in yeri 1 yazanda 9 3-ə bölünür. Bir də 9 9-a bölünür də, bir də 7 yazanda. Deyir ki, tam ədədlər olan hədlərin cəmi tamı. Deməli, biz bir A1, yəni tam olacaq. Bir də A7. Deməli, A1, deməli, 2 vurulsun 1 üstə yerə 13 bölünsün 1 üstə gəlsin 2-dir. A7 isə 2 vurulsun 7 üstə gəlsin 13 bölünsün 7 plus 2-dir. O da bərabər yuxarıda ilə deməli 2, 15 bölünsün 3. Burada isə sağda 14, 13, 27 bölünsün 9. 15 3-ə böləndə 5 düşür, 27, 93 düşür, cavab edə 8. Belə. Sonra 36-cı tapşırıqda
Yine ayın bərabərdir. Bilirsiniz ki, sin çıxılsın S-1'ə. Bu da bərabərdir. 10 vurulsun n üstə gəlsin 1. Onun 80'dan böyük olan en kiçik nömrəsi tapın. Böyük 80. Bu da 10n böyükdür 79. N de böyükdür 7,9. 7,9'dan böyük natural ədəd cavab nədir? 8. Sonra 37. sual ayın bərabərdir. 2 plus 40 bölünsün n çıx 1. Arzın neçənci hədin nömrəsi ilə qiymət bərabər? Qiymət özüdür. Nömrəsi n-dir. Deməli, hədd tənasüb edirsə 2 plus 40 bərabər n kvadrat çıxılsın n. Bunu sadələşdirəndə n kvadrat çıxılsın 3n çıxılsın 40. Buna köyləri 10 ilə -8-dir. 10 və -8. 10 və -8 düzüm deyirəm. Yox, hep. 10 ilə -8 yoxdur. 8-i -1 çalışdım. 8-i -1. Ona görə bu da cavab nədir? 8 olacaqdır. 38-ci sualda deməli, birinci x-in bərabərdir 3 çıxsın 2. Sadəcə arıcılıqdır. Bəli, bu arıcılıqda nəyi soruşur? Aşağıdakı uyğun təyin edin. Biz demişdik arıcılığın n-in cəddi xətti şəkildə olarsa şübhəsində də ədədsizlərdir. Ona görə birinci uyğun gəldi. Xətti olduğuna görə birinci uyğun gəldi. B bəndi. Bir də ki ilk 4 həddin cəmi deyil, -8-i yermanı hesablayaqdır təbii. İlk 4 həddin cəmi yəni x1 üstə gəlsin, x2 üstə gəlsin, x3 üstə gəlsin, x4 hesablama lazım. x1 1 yerinə yazanda elədi elə 1. Deməli 2-ni yerinə yazanda 3 çıxsın 4 elədi -1. 3 yerinə yazanda 3 çıxsın 6 elədi -3. 4 yerinə yazanda 3 çıxsın 8 -5. Görürsünüz -8 elədi. Bunu yoxlamaq lazım təbii. Deməli B, D. Sonra ikincisi 2 vurulsun 2 üstəyən. Bu həndəsizlər. İkinci uyğun gəldi. Nədir? A bəndi həndəsizlər. Çünki həndəsizlərin düsturu nədir? B-yə bıraq 2 üstü nəsə. Nəsə dediyimiz xəttidir. Üçüncü. Bu isə ZT-in, bu isə adarcılıqdır. Nə ədəsizlədir, nə həndəsizlədir. Bəli, buradan da ilk 5 həddinci mutskidir. Məsələn, nə bilim, bunların hamısı yoxlamaq lazım. Bu ya silsilə deyil. Bəli, bu nə ədəsizlədir, nə də həndəsizlədir. Ona görə C bəndə uyğun gəlir. Sonra 39-cu sualda birinci ayın bərabərdir. N çıxılsın 3,2-nin kvadratı üstə gəlsin 3. Burada məsələn ən kiçik həddini tapmaq üçün n-in yerinə 3 yazmaq lazımdır. 3 yazanda elədir. 3 çıxılsın 3,2-nin kvadratı üstə gəlir 3. O da elədir -0,2-nin kvadratı üstə gəlir 3. Bu da 3,4. Demək, birinci uyğun gəlir. Burada nə bilim, ən kiçik həddi 3,14-dür B bəndi. Bir də ki, D bəndi nömrə 3-də alır. İkinci bərabərdir. N çıxılsın 3,6-nın kvadratı üstə gəlsin 3. Burada isə n-in yerinə məsələn 4 yazanda olacaq A4 bərabər 4 çıxılsın 3,6-nın kvadratı üstə gəlsin 3. O da bərabər. 4-dən 3,6 çıxanda -0,6 edir, -0,4 edir. Bunun kvadratı üstə gəlsin 3, o da 3,16. 3,16. Demək, ikinci uyğun gəldi. Ən kiçik 3,16 deməli C bəndi. Bir də Y bəndi nömrə 4-də nədir? Alır. Sonra üçüncü ayın bərabərdir. N üstə gəlsin 3-ün kvadratı üstə gəlsin 3. Burada isə n-in yerinə 1 yazanda ən kiçik həddi baş verəcək 1. 1 yazanda 1 üstə gəlir 3, 4-dür. Kvadratı 16. 16-nın üstə üçgəni 9. 19. Beləli üçüncü yenə də ancaq nədir? A bəndə uyğun gəldi. Sonra 41-ci tapşırığa baxaq. 41. A1 bərabərdir x-5. A2 də bərabərdir 11 çıxılsın x. Arıcın bütün hədləri müsbət olarsa və eyni zamanda arıcılıq nə də azalır. Aydın ki, azalırsa deməli A1 A2-dən böyük olmalı. Çünki indeks böyük olanda kiçik olur. Müsbətsə A1 müsbətdir, bir dənə də A2 müsbət olmalı.
Diğerini yazsaq. A1 yeni x minus 5 yazıram. Bu böyükdür A2'dən, yəni 11 minus x-dən. Sonra A1 yəni x çıx 5 böyük 0-dan. Sonra A2 yəni 11 çıx 2x böyük 0-dan. Buradan alıram deməli 2x böyükdür 16-dan. X böyükdür 5-dən, x kiçikdir 11-dən. Buradan deməli 8-dən böyük olmalıdır, 11-dən kiçik olmalıdır. İstədikləri x-in ala biləcəyi tam qiymətlərini cəmi tapın. Bir 8-dir, bir 9-dur, bir dənə də 10-dur. Eləmi? Tam bilə qiymətlərin cəmini. O da nədir? 27 olmalıdır. Bəli, cavab elədir 27. Səhv yazmaq ki, deməli x minus 5 böyük 0-dan, 11 x böyük 0-dan və azalırsa x minus 5 deməli böyük oldu 11 minus 0-dan 2x böyük 16, x böyük 8. Yəni 8-dən böyük 11-dən kiçikdir 9, 10, 11. Bəli, cavab 27. X-in ala biləcək tam qiymətən cəmi. Sonra 42 misalda yazaq. Deməli burada deməli yenə azalır və hədlər müsbətdir. X minus 3 müsbətdir. 10 çıxsın x müsbətdir. Bir də azalır deyə x minus 3 yəni birinci böyük olacaq. Belə. Buradan alırsınız ki x böyükdür 3-dən. Sonra x kiçikdir 10-dan. Sonra 2x böyükdür 13-dən. Belə. Sonra deməli buradan x böyükdür 3-dən. X kiçikdir 10-dan. Sonra x kiçikdir 6,5-dən. Demək 6,5-dən böyük olacaq. 10-dan kiçik olacaqdır. Burada daxil naturətlər 7-dir, 8-dir, 9-dur. O da demək 7-nin 8, 15. 15-dən 9, 24. Cavab 24. Sonra misal nömrə 43-ə baxırsınız. 43. Burada deməli hansı arıcın həddi ola bilər, ola bilməz. Birincidə yazır ki, ayın bərabərdir 3 bölünsün n plus 3. Belə. Arıcıq naturətlər çoxunda təyin olmuş funksiyadır. Yəni, n-ə istənilən qiyməti biz verə bilərik. Nə versək, şübhəsiz ki, mənası var. Ona görə olar. Birincisi arıcılıqdır. İkincisi, ayın bərabərdir 5 bölünsün n çıx ki. Biz dedik, n istənilən yerdə təyin olmalıdır, natural baxımdan. Burada isə n fərqli 2-dir. Yəni, naturətlərin içində 2 var axı. Arıcılıq nə edir? Bütün natural ədədlər çoxluğunda təyin olmuş funksiyadır. Burada istisna hal yoxdur. Mən deyə bilmərəm ki, 2 olmaya bilər. Xeyr, ona görə olmaz. Bu arıcılıq deyil. Sonra ayın bərabərdir bölünsün n kvadrat çıx 5. Bu olar. Çünki istənilən natural yerinə yazsanız mənası var. Sonra ayın bərabərdir 9 bölünsün n kvadrat çıxsın 16. Bu olmaz. Çünki 4 yazanda şübhəsiz ki, n bərabər 4 olanda bunun mənası nədir? Olmur. Ona görə olmaz. Deməli, bəli, 44 isə 4 bölünsün n çıx 9 olmaz. 2 bölünsün n plus olar. 8 bölünsün n kvadrat çıx 25. 5 olanda olmur deyə olmaz. Axırıncı olar. Növbəti mövzuya başlaydı. Demək, səhifə 115. Mövzu demək. Birdən 153-ə. Bəli, buradakı sualların əksəriyyəti əvvəldəkilə sadədir, yeni yazaq. Burada A1 deməli 15-dir. Bəli, D də 4-dür. Soruşur A5-i. A5 bərabərdir A1 üstün gəlsin 4-dir. Yerinə yazırsanız A1 deməli 15-dir. Üstünə 4 vursun 4, 16-ın gəlsiniz 15, 16, cavab elədir 31. İkinci sual deməli 3, 5, 7 və s. Sırayla verilmişdi. Bunun fərqini soruşur. D sağdakindən soldakini çıxırsan 5 çıx 3. O da bərabər nədir? 2. Sonra üçüncü sual. A3 bərabərdir 56-ya. D də bərabər 9-a. A1 tapın. A1 tapan lazımdır. Buradan deməli A1 tapanda A1 bərabərdir. A3-dən çıxırsınız 2-dir. A3 56-dır. 56-dan çıxırsınız 18-i. Cavab elədir 38.
Dördüncü tapşırığım. Mənfi 5, mənfi 8, mənfi 11 və s. Arısın 9-cu ədini tapın. Bu arısın birinci ədi mənfi 5'dir. 3 azalır deyə d'si olsun mənfi 3. Soruşur demək 9-cu ədin, yəni A9 o derece A1. İşte gəlsin 8 vurulsun. A1'in yerine mənfi 5 yazırıq. Sonra 8'i vurulsun mənfi 3'e. Mənfi 24, mənfi 25 cavab edim. Mənfi 29. Sonra deməli 5-in sualı da oxşarıdır. Altın sual. Altın sual demək A3 bərabərdir 9'a. D də bərabərdir 3'e. Olarsa A1'i nədir? Tapın. Aydın ki A1 bərabərdir. Bax lazımdır 2D'ni. A3'ün yerine 9 yazırsınız. 2 dəfə 3'ümdə 6. Cavab elədi 3. Sonra 7. sual. A1 bərabər 39'a. D də bərabər mənfi 3'e. Olarsa bu silsilənin 15-ci həddini tapın. Bu da bərabər A1. Üstə gəlsin 14 vursun D'ye. Yəni 39'un üstə gəlirsiniz 14 vur mənfi 3'ü. Yəni mənfi 42'nin cavab elədi mənfi 3. Cavab elədi mənfi 3 7'də. Sonra 8-ci sual. Ədəsin birinci həddi 5'dir. Yəni A1 bərabər nədir? 5'e. Bu silsilənin 3-cü həddi də A3 bərabər 17'ye. Bu silsilənin 2-ci həddini tapın. 1 2-ci hədd bərabərdir 1-ci həddlə 3-cü həddinin cəminin yarısı. Yəni 5 ilə 17'nin cəmləşdiniz. Bölüsü 2'ye cavab elədi 11. Sonra 9-cu sualda A1 bərabər 2'ye. D da bərabərdir 4'e. A2 də bərabər 4'e. A2 də bərabər 4'e. Aydın ki buradan D bərabər 2'ye. Bizdən soruşa A4 tap. O da A4 A1 üstə gəl 3 dedi ya da A2 üstə gəlsin 2 dedi məsələn. Yazarıq A1 üstə gələ 3D. A1 2'dir. 3 dəfə 2'də 6. Cavab elədi 8. Sonra 10-cu sual. Bunlar boş elə qalır. Neçə yazır? 8, 9, 10, 11 olsun. 11'in sual. Deməli A1 bərabər 2'ye. D bərabər 3'e. A7'ni tapın. A7 bərabər 1. Üstə gəlsin 6'dır. A1 yeni 2 yazıram. 6 3'üm 18. Cavab elədi 20. Sonra 12'ci sual. A1 bərabərdir mənfi 2'ye. Bir də A8 bərabərdir 19'a. Olarsa sizin x8 ədinin cəmi tapın. S8. S8 bərabər elə 2 vur 8'i. A1 ilə A8 toplayaq. Yəni mənfi 2 ilə 19'u topla. Böl 2 vur 8'i. Mənfi 2 19'un cəmi 17 eləyir. 17 vursun 4. Cavab elədi 68. Sonra 13-cü sual. A1 bərabər 2'ye. A6 bərabər mənfi 22'ye. Onun ilk 6 həddini cəmi tapın. Yəni S6 bərabər olacaq A1 üstə gəlsin A6 bölünsün 2 vur 6. Yəni A1 2'dir. A6 da mənfi 22'dir. Böl 2 vur 6. Çıxanda mənfi 22 böl mənfi 10. Mənfi 10'u da 6'ya vuranda mənfi 60. Sonra 14'cü sual. Deməli A10 verirlər. A10 bərabərdir. Deməli 12'ye. A12 bərabər 16'ya. Soruşur ki A11 nədir? Biz de ki A11. Bir vahid solda A10. Bir vahid sağda A12'nin cəminin yarısı. Deməli böyle de 12 üstə yerə 16 bölünsün ki 28'in yarısı cavab edir 14. Yəni 15'te də həmən ki 16'ın sual. Deməli A25 çalış indeksi böyük olan birinci yazın. 25 52'dir. A5 də bərabərdir 12. Bax belə. Bu silsilənin birinci ədini tapın. Bir də D-ni tapa. Tərəf-tərəf çıxanda 20D bərabər 40'a, D-sı bərabərdir 2'ye. Demir birinci ədi. Məsələn A1 bərabərdir
A5 çıxılsın 4'dür. Yəni 12'dən çıxırsın 8'i cavab elədir 4. Sonra məsələn 17 sual. A7 bərabərdir 18/6'ya. Sonra A4 bərabərdir 6/3'ə. Bunun tərəfdə çıxanda edir 3D bərabər 12/3. D də bərabər 4/1'ə. Sonra 18 sualda 10 taydı. Sonra yəni alt-alta yazmaq lazım. Şahiddə məsələn 18'dir. Məsələn bu bir indeks böyük olan birinci yazıram A9 bərabər 7/9. Sonra A5 bərabər 13/1. Ha belə. Tərəf çıx. Alasan 3'dür, yox 4'dür 4. Bərabərdir. Deməli 13/1'dən 7/9 çıxanda 11'dən 9 çıxdı 2. Yəni sonra 12'dən 7 çıxdıq, elədir 5. 5/2. Deməli düzmü? Mənfi də mənfi olacaq. D də bərabər mənfi 1/3 olacaq. Sonra 19 sual. A15'dən çıxırsınız A6'nı bərabər 81 yazırsınız. Bu da 15'dən 6 çıxsan 9 verir. Belə D-sı bərabərdir 9'a. Öyle. Sonra 20 sualda həmçinin 13'dən 4 çıxırsınız. Elə 9 D bərabər 72, D8'ə 21. Kök altında 2. Sonra 2 kök altında 2 və s. Arzusun 3-cü ədədini tapın. Bu aydın ki kök 2 kök 2 artır da. 3-cü ədəddən istəyirsə olacaq kök 2. Və salam. Cavab 3 kök 2. Sonra 22 sual. Ədəd silsilənin 3-cü və 17-ci. Bax 3-cü və 17-ci. Bu hədlərin cəmi 20'dir. Bunun ilk 19 hədin cəmi tapın. Bu S19 bərabər A1 üstə yerə A19 bölünsün 2 vur 19. Bax şahidi bu A1 ilə A19'un cəmi bərabər olacaq elə A3-dən A17'nin cəminə. Niyə? Çünki bu 1 ilə 19'un cəmi 3'dən 17'nin cəminə bərabərsə biz düstur vermişik M plus N bərabər K plus L olarsa AM ilə də AN-in cəmi bərabər də AK-nın AL-in cəmi olur. 3'dən 17'nin cəmi 20'dir, 1 ilə 19'un cəmi 20'dir. İndeksin cəmi eyni deyə cavab deyil. Bu 20 cavabı təxmin 20 oldu ha. Bu 20 bölünsün 2 vurulsun 19. Cavab elədi 190. Sonra deməli 23-cü sualda eyni şeydir. 24-cü sual. Ədədi silsilədə A15 bərabərdir 5'ə. Soruşur S29. S29 bərabərdir deməli A1 üstə gəlsin A29. Ya da 2 A1 yazma olar. Bölünsün 2 vurulsun nədir 29. Bu A1 ilə A29'un cəmi, bax A1 ilə A29'un indeksdən cəmi 30'dur. Ona görə A15 ilə A15'in cəmi də 30 olacaq. Onu yuxarıda yerinə yazıram. A15 ilə A15'in cəmi də aydın da 10 deyir. 10 yerinə yazdım 10, 10, 10. 10 bölünsün 2 vurulsun 29. 12'ye bölündə 5 yeri. 5'də vurasınız 29'a. Cavab elədi 145. Sonra 25'i bunu biraz ayrı yoluna yazaq. A6 bərabərdir 3'ə. 12, 11 ədədin cəmi tapın. Ya da ən yaxşısı elə S11 özü açmaqdır. 2A1. Üstə görə 10'dir. Bölü 2 vur 11. İxtisar eləyəndə qaldı A1 üstəngisi 5'dir. Bax bu A6 deməkdir. Vurulsun 11. Yəni A6 3'dür. 3'ü vurdun 11'ə. Cavab elədi 33. Sonra 26 sual. 26 sualda hansı arcaq ədəd silsilədir? D bəndinə baxsanız D. Yəni sürətə baxın 6 artır. Sonra 27'də hansı
ədəd silədir. A bəndinə baxsanız 0.5 0.5 artır. Sonra 28-ci sual. A1 bərabərdir 15-ə. D bərabər nədir? 4-ə. Buradan A6-nı tapın. A6 bərabərdir A1. Üstə gəlsin 5-dir. A1-in yerinə 15 yazırıq. 5 və 4-üm 20. Cavab elədir 35. Sonra 29 da 10 taydı. 30-cu sual. Arıcıda hansı ədəd istədir? Ədəd istədir ayın xətti olmalıdır. Xətti. Yəni məsələn kayin üstə gəlsin B xətti olmalıdır. Ona görə 30-cu misalda A bəndi xətti deyil. Məxrəcdə M var. B bəndi kubikdir. D olmaz. Y olmaz. Cavab C bəndi. Yəni cavab C. Çünki C bəndi xəttidir. 5-də 2. Bir də C bəndi. Baxmayın. 5'te 2 in, 5'te 2 vurayın, çıxsın 5'te 3. Bu xəttidir təbii. Sonra 31-ci sualda yenə ayın A bəndinə baxın. Ayın bərabərdir 2'də 1 vurayın, çıxılsın 3. Bəli, bu olmalıdır xətti. Xətti olanlar ayındır. 32. Demək, A50 bölünsün A20. Bu oldu mənfi 1. Təmizdə keçsə olacaq. Bu da oldu 2A1. Üstə gəlsin. Açanda 50'nin 20'nin cəmi 70, elədir 68'dir. Bərabər 0. Hərdən 2'ye bölündə A1. Üstə gəlsin 34'dir. Bərabər 0. Buradan A35 bərabər 0. 34-cü suala baxaq. Demək, 34-cü sualda A1 bərabərdir mənfi. D-də bərabər 1,2. Olarsa ilk 11 ədədin cəmi tapın. S11 bərabərdir. Düzdür açıram 2A1. 10 vurulsun D. Bölünsün 2 vurulsun 11. Bu da bərabər 2 vurulsun A1. Yəni də mənfi 6. Üstə gəlsin 10 vurulsun 1 onda 2 elədə 12. Böl 2 vur 11. Toplayanda sürətlər elədə 6. 2'ye böldün 3. 11'e vurun cavab 30. Sonra 35. Bunlar da yine eyni şeydir. A1 bərabər 2'ye. D bərabər 3 demirəm. Sonra S13 da. S13 bərabər 2A1. 2 vurulsun A1. Üstə gəlsin 12 vurulsun D. Bölünsün 2 vurulsun 13. O da bərabər 2 vurulsun A1. Yəni 2 vur 2 4. 12 vur 3'də 1. Bu da 4. Böldün 2 elədi 4. 4 vurdun 13 elədi 52. Cavab 52. Sonra 37-ci suala baxsaq, 37-də demək A5 ilə A27-nin 27-nin cəmi 8-dir. Bu da 4-dür. Deyir A16-nı tapmaq lazımdır. A16 bərabər sualım. 16'dan 11 vahid. Baxın elə A16 var. 16'dan 11 vahid sol. 11 vahid sağda A27'dir. Böldün 2. Şimdi bunların cəmi bölünsün 2'dir. 8,4'ün yarısı. Bu da elə 4,2. Sonra 38'in son. D'si bərabərdir 3'ə. S20 bərabərdir 670'ə. Deyir A1'i tapın. S'lərin içində həm A1 var, həm D var. S açaq 2A1. İşte yine 19 vursun D. Bölünsün 2 vur 20. Bərabər 670'ə. 20'nin 2 getdi 10 qaldı. 670'i 10'a bölündə 67. Deməli 2A1. 19 vursun D. D deyən 3. Bərabər 67'yə. Buradan 2A1 bərabərdir. 3 dəfə 19'un 57'dir də nə? Burada 10. A1 bərabər nədir? 5'ə. Cavab 5. Sonra bir daha 39'un sualda deməli A1 bərabərdir 5'ə. S20 bərabərdir 4 olarsa silsilə fərqini tapın. S20 açın 2A1. Üstə gəlsin 19 vurulsun D. Üstə gəlsin 19 vurulsun D. Böl 2 vurulsun 20. Bərabər 4 seçdi daha.
Bəli, 20-dən 2 ixtisar getdi, 10 qaldı. 4 seçdə də onu bilən 48, yəni 2A1, yəni 2 vur 5. Üstə gəlsin 19D bərabər. Deməli, 19D bərabər 38-dən. Bakın D bərabərdir 2. Sonra 40-ın sual. A1 bərabərdir 3-ə. A7 bərabərdir mənfi 9-a. Olarsa, bu silsilən mənfi 29-a bərabər olan həddin nömrəsini tapın ədəd istəyirəm. Bunun B-sini tapaq. D-sin. Deməli, A7-dən A1 son bir 6-ya. Mənfi 9-un 3-ü mənfi 12. Deməli, D-si ilə də mənfi 2. Mənfi 29-a bərabər olan həddin nömrəsi tapın. Gəlin ayını bir. Ayı nəyə bərabərdir? A1. Üstə yerə D vurayın çıx 1-ə. A1 ilədir 3. D-si mənfi 2. Vurayın çıx 1. Bunda sadələşdirəndə 5 çıxılsın 2. Bəli. Bu da 2 ayın mənfi 29 olsun. Bunda mənfi 29-a bərabərləşdirək. 2n bərabərdir 34-ə. N də bərabərdir 17-yə. Deməli, bu arıcılığı, yəni silsilənin 17-ci həddi mənfi 29-dur. Sonra deməli 41-də onun oxşarı əslində. 42-ci sual. Deməli S21 bərabər 105-ə. S21 bərabərdir 105-ə və A11-i tapın. Bir S21 açaq ilə 2A1. Üstə gəlsin 20D bölünsün 2 vurulsun 21 bərabər 105-ə. Bəli, bunu açanda deməli A1 üstə gəlsin 10D. Bəli, vurulsun 21 105-dir. Bu da elə A11 vurulsun 21 105-dir. Buradan A11 bərabər nədir? 5-ə. Sonra 43-cü sual. S'in bərabərdir. Demək 2n vurulsun n çıx 1. Burada demək A7 nəyə bərabərdir? Burada bərabər 2n kvadrat çıxılsın 2n. Birinci A7-dən istəyirsə, gələ biz A-ını tapaq da. A-ı nəyə bərabər? S-in olacaqdır 2n kvadrat çıxılsın 2n. Bir çıxılsın. E-1 yazsaq. O da olacaq 2 vurulsun n çıx 1-in kvadratı çıxılsın 2 vur n çıx 1. Bəli, bunu sadələşdirək. A-ını tapaq. Bu bərabər. Mötərizəni açaq. Mötərizən neçə olacaq? Demin açanda 2n kvadratın. Deməli, mənfi 4n, mənfi 2n, mənfi 6n. Sonra üstə gəl 2, üstə gəl 2, üstə gəl 2, 4. Bəli, bunu açanda isə 2n kvadrat getdi. Deməli, olacaq 4n çıxılsın 4. İnşallah belədir. Bəli, 43-də demək A7-dən istəyir. A7 də bərabərdir 4 vurulsun 2 çıxsın 4. Cavab elədir 24. Bəli. Bəli, 44-dən oxşarıdır 45. S9 bərabər 72. A5 nədir? Tapın. A5 bölüm son. S9 açaq 2A1. Üstə gəlsin 8D bölünsün 2. Vurulsun deməli 9 bərabər 72. Bunu da açanda A1 gəlsin 4D. Bəli, vurulsun deməli 9 bərabər 72. Bu da A5 elədir. A5 bərabərdir 72 bölü 9. Cavab elədir 8. Demək 45-də cavab elədir 8. Sonra 47. Demək A3 üstə gəlsin A4. Üstə gəlsin A5. Bu bərabərdir 18 olarsa A4-ü tapın. Bəli, bunu açanda deməli 3A1. Üstə gəlsin, deməli bu indeksləri toplayıb çıxırsınız. O da 9 deyin. Bərabər 18-də. Hər tərəfə bölündə A1 gəlir 3D bərabər 6-ya. Yəni bunun özü də A4 deməkdir. A4 bərabər 6-ya. Sonra
48-ci sual. Demək, S17 bərabərdir 34-ə. Bəli, soruşur A4. Üstə gəlsin A10. Üstə yerə A13 nəyə bərabərdir? Bəli, bunu da açanda deməli olacaq 3A1. Üstə gəlsin. İndekslər top 3 çıxırsınız. 4, 10, 14, 27, 3 çıxanda 24-dir. Bu da oldu 3 dənə A1 üstə gəlsin 8D. Bəli, bu da açanda 2A1 üstə gəl 16D bölü 2 vur 34. 2 xısar 7 olur A1 üstə gələ 8D. Vur nədir? 34. Bu 34 yox, 34 neydi? Vursan 17, 17. Bəli, vursan 17. Buradan deməli bu bərabər ödə həmin 34-ə. Nəhayət aldınız ki, həmin A9 bərabər 2-yə. Yəni 3 vurulsun 2, cavab elədi 6. 48-də cavab nədir? 6. Sonra 49-da 49 A4 bərabərdir 12-yə. A7 bərabər 18-ə. Bunları toplasaq şahidlər A4 üstə gəlsə A7-dir də. Bu nədir? 30. Soruşur deməli 49-da ilk 10 həddin cəmi S10. S10 da bərabərdir A1 üstə gələ A10. Bölü 2 vur 10. Yaxşı baxsanız bunların indekslər cəmi eyni deyə A4 ilə A7-nin indeksdən cəmi 11-dir. A1 ilə A10-un da indeksdən cəmi 11. Deməli, ona görə bir-birinə bərabərdir. Deməli, yazırsınız 30 bölünsün 2, 15 vurulsun 10, cavab edir 150. Sonra 50-ci sual. Ədəd sizin 7-cidə 21-dir, yəni 7-cidə A7 bərabər 21-ə. İlk 7 ədədin cəmi də S7. O da bərabər nədir? 105-ə. Bu sizin birinci ədədini tapın və silsilə fərqini. Demək, S7-dən açaq A1. Üstə gəlsin A7 bölünsün 2, vurulsun 7. Bu bərabər nədir? 105-ə. Buradan deməli A1 üstə gəlsin 21. O da bərabər, şeylə də 105-i 7-yə böldük 15, 2-yə vurduq 30. A1 bərabərdir nədir? 9-a. Bax, A1 tapdıq 9-dur. Sonra A7-ni verir 21. Buna tərə-tərə çıxsaq, A7 çıxılsın bərabər 21 çıx 9-a. Buradan da 6D bərabərdir 12-yə. D bərabərdir 2-yə. Cavab 2. A1 9-dur, D-si 2-dir. Sonra 51-ci sual. Ədəd silsilədə A1 mənfi 5,6-dır. A2 də elədir. Birinci həmişə indeksi böyük olan yazmaq lazımdır. Sadə olsun deyə. A2 bərabərdir. Mənfi 4,8. Gəlin bunları tərə-tərə çıxsaq, D-ni tapış oluruq. D də bərabərdir 0,8-ə. Bəli, sual belədir. 16 ədədi bu silsilənin neçənci ədədi? Bir ayını tapın, ayın. O da A1 üstə gəlsin D vur n çıx 1. Yəni A1 nədir? Mənfi 5,6 üstə yerə 0,8. Vur n çıx 1. Deməli, bunu sadələşdirsəniz olacaq 0,8-in mənfi 5,6 mənfi 0,8 toplayandır mənfi 6,4. 16 ədədi bu silsilənin neçənci ədədidir? Bu da bərabərdir 16 yazsaq. Deməli 0,8 n bərabərdir 16 ilə 6,4 toplayan neçədir? 22,4. Burada n də bərabərdir 224-ü bölək 8-ə. 22-nin 8-ə bölündə 2-rir. 2 dəfə 8-in 16. O da elədir 28. Deyəsən 28-ci ədədir bəli. Sonra 52-ci misalə baxaq. 52. Deməli, A4 üstə gəlsin A5, üstə gəlsin A16, üstə gəlsin A17. Bərabər 40-a, sonrası 20-dən cəmi tapın. S20. S20 nədir? A1, üstə yer A20. Görürsə, indeksdən cəmi oldu 21. Bölü 2 vur 20.
Bir de yuxarı baxaq. 5 ilə 16-nın cəmi 21-dir. 4 ilə 17-nin cəmidir. Ona görə bəli bu cütlər eyni. Yəni A5 ilə A5 ilə A16-nın cəmi bərabərdir A4 ilə A17-nin cəminə və 42-yə böləndə elədir 20. Və eyni zamanda göstər A1 ilə A20-nin indeksinin cəmi 21-dir. Deməli, alasan 20 bölünsün 2 vur 20. Cavab elədir 200. Burası yandı. 53-cü sual. Yandırır mısın? Sonra ayın beraber deyin. 5'in üstte gelsin 7 bölünsün 3. S4 tabi. S4 beraber de A'dan 2 S4. S4 beraber de A1 üstte gelsin A4 bölü 2 vurulsun 4. Buradan A1 beraber de 1'i yerine yazanda 12 bölünsün 3 deyir. A4'ü yazanda da 27 bölünsün 3'tür 9. Yerine yazsaq deməli olacaq 4 üstə gəlsin 9 bölü 2 vur 4. O da 13 vurursun 2 cavab 26. Sonra yazdıq deməli 52-də. Bəli. Sonra 54-cü suala baxaq. 54 S'in bərabər deyin. 6 vur n çıxsın 3 vur n kvadratı. Bəli, bu silsilə fərqini tapın. Buradan A1 bilirsiniz ki S1 deyin. O da 6 çıxsın 3 elədir 3. Sonra A1 ilə A2'nin cəmi də S2'dir. 2'ni yerine yazanda 12 çıxılsın 12 elədir 0. Buradan A1 demək 3 isə onda A2 mənfi 3'dür. Dağını tapanda da A2'den çıxırsınız A1'i. Mənfi 3'dən 3 çıxanda cavabı mənfi 6. Sonra 55. D'sı bərabərdir 4'ə. A12 bərabərdir 280'a. Sizcə ilk 16 həddən cəmi tapın. 16. S16 bərabər. Gəlin buradan A1 tapaq. Mesela aydın ki bu S12 A1 üstə gəlsə 11'dədir. 11 vur 4 yəni. Demək oraya da A1 üstə gəlsə 44. A1 tapmaq üçün 280'dan 44 çıxsan elədir 236. Demək S16 olacaqdır demək ki A1 üstə gəlsə 15'dir. Bölü 2 vur 16. 2 vurursun 236 elədir 472. 15 vur 4 elədir 60. Bölü 2 vur 16. Bəli 472 ilə 60 toplayanda demək 0 ilə 2 0 6 7 3 bu da 532 vurulsun 8. O da 4256. Bəli. Sonra 56'ın oxşarı da 57. Demək 2 x plus 2 və 8. Bu yazıldığı sırayla ədəd sistemini getirir. Ona görə ortadakı bərabərdir, qıraqdakidən cəmin yarısı. Bu da x də bərabərdir 3'ə. 58'in oxşarıdır 59. 59 143 ədədi bu arıcılığın sistemini içən cəddidir. Deməli deməli 3 8 və s. 143 ədədi bunun içən cəddidir. Əgər 143 bunu həll etsə də sayı düsturundan istifadə edə bilərsiniz. Ya da ayın bərabər 143 həll etmək olar. Yəni ayın bərabər 143 həll edin. O da bərabər A1 üstə gəlsin, D vursun, n çıx 1. Onda yerine yazanda 3 üstə gəlsin, D-nın yerine 5 yazırıq. Bəli, 143'dən 3 çıxanda 140. 140 bərabər 5 vurulsun, n çıx 1. N çıx 1 bərabərdir 28'ə, n də bərabər 29'a. Sonra 60'ın sual 4, 895 və 94.
Bəli, say düsturuna görə belə daha yaxşı. Say düsturuna görə axırıncıdan bilirsiniz ki 9 4-dən çıxıram 4-ü. 9 9 artırıb bölüm 9-a üstən 1 gəlirəm. Bu da 101. Burada 101 ədəd var. Sonra 61-in sual. Ədəd istəyirsən ilk 5 ədədin cəmi, yəni S5 bərabər 15-ə. Onlar istəyirsən 3-cü ədədini tapın. Üstə gəlsin 4D, bölünsün 2, vurulsun 5. Belə də 15. Bunu açanda A1 üstə gəlsin 2 deyilir, nə? O da bərabərdir 3-ə. Buradan A3 bərabərdir 3-ə. Altmışıncı sual. Deməli, A13 bərabərdir 17-yə. A17 bərabərdir 11-ə. Olarsa A1-dən deməli. Bir də A21 bərabər tapaq. A21 yox, A17 bizdə bərabərdir. A17. 17-dən 4% solda A13-dür. 4% sağda A21-dir. Böl 2. Deməli yazıram. 11 bərabərdir 17. Üstə yerə A21 böl 2. 2-ni vuracam 11-ə 22 eləyəcək. 22-dən də çıxırsınız 17-ni. Cavab elədir 5. Sonra 64. A3 üstə gəlsin A7 üstə gəlsin A17 bərabərdir 72. S17-ni tapın. Bəli, buna üstə gəlsin 24D bərabər 72. 3-ə böləndə A1 üstə gəlsin 8-dir bərabər 24-də. Buradan A9 bərabər 24-də. Demək S17-ni tapın. S17-ni tapanda yazıram. Üstə gəlsin 16D bölünsün 2 vurulsun 17. Bunu da sadələşdirəndir. A1 üstə gəlir 8-dir. Yəni A9 vurulsun 17. Yəni 24 vurulsun 17. Bu da 408. Sonra 65 65 də şimdi də əslində bir-birinə oxşayır hamısı. 65 də açanda öz alınacaqdır. 66. Yenə 65 yazaq qalmasın. 65-dən baxın A4 üstə gəlsin 2 dənə A6 üstə gəlsin A8 bərabər 4-ə. Sorusu S11-i. Açalım. Bax A1 üstə gəlsin. Burada A4 papir yazım. A4 üstə gəlsin A6. Üstə gəlsin A6 üstə gəlsin A8. Başqa cür yazaq. S11 açalım isə S11. Bax A1 üstə yerə A11. Gözlə indeksdən cəm 12 edir. Böl 2 vur 11. Burada da 6 ilə 6-ın cəm 12 edir. 4-dən 8-in cəm 12 edir. Ona görə də A1 üstə yerə A11 sonra A4 üstə yerə A8 və s. A6 üstə yerə A6 bunların hamısı bərabər 2-yə. Demək biz 2-ni böl 2-yə vuraq 11-ə cavab edir 11. Yəni bəlkə yolla yazmadıq, başqa yolla yazdıq. Sonra 60 deməli 6. Burada A1 ilə A3-ün cəmi bərabərdir 8-ə. A2 ilə A4-ün hasili bərabərdir 40-a. Buradan A2 4. A2 ilə 4 yazanda A4 də bərabər oldu nədir? A4 də bərabər 10-a. Bəli, silsilə fərqini istəyir. Aydın ki, A4-dən A2-ni çıxanda deməli oldu 2D bərabər 6-ya. D də bərabər nədir? 3-ə. sual. Deməli 3 7 11. Bəli, vermişdi. S-in bərabər 210.
varsa eni tapın. En sual. Burada esiyeni açaq. 2A1. Üstəgənsin B vursun en çıx 1. Böl 2 vur en. Bərabər 210. 2A1 yuxarıdan görürsünüz ki A1 3'dür. D'si nədir? 4 4 artır diye 4'dür. 2A1 yəni 6. İşte D yəni 4 vur en çıx 1. Böl 2. Belə 210. Bəli, yuxarına çıxanda 4n üstə gəlir 2 deyir. 4n, 4n, 4n üstə gəlir 2. Bunu 2'ye böləsən, n'ə vurarsan 210. Bu da 2n plus 1. Vur n bərabər 210. Demək 68'də soruşur. N'ı tap. Bu da n yerine 10 yazanda 10 vurursun 21 ödüyür. Cevap nədir? 10. Sonra 70 üstəli bax 70. 70'də A4 üstə gəlsin A8 üstə gəlsin A12. Üstə gəlsin A16 bərabər 224'ə. S19'da. Yine S19 aşağı S19. Baxın da A1 üstə gələ A19 böl 2 vur 19. A1 ilə A19'un indeksinin 20'dir. 8 ilə də 12'nin cəm 20'dir. Bir də ki 4 ilə 16'ın cəm 20'dir. Ona görə A1 ilə A19'un cəmini yerinə, məsələn A8 ilə A12'ni və yaxud A4 ilə A16'nı yaza bilərəm. Bunların hamısı 224'ün yarısı 112'dir. Deməli mən bu 112'ni bölürəm 2'yə, vuram 19'a. 56 vurulsun 19. O da bərabər 1064'ə.